Hamıya salam, kanalıma xoş gəlmisiniz. Bugün bacımla beraber ne edirik? Pratik tatlı tarifi. Hazır sizə keçək reseptinə. Aha, keçək reseptinə. İlk öncə 4 stakan süt. Birini açın, birini. Aç. Ver. Açın. Belə baxırıq. Gəl, gətir. Bura seçim. Az 4 stakan var. Ay, ne oldu? Yer yapışır. Yer yapıştı. Onu sən eləyirsən, hə? Son. Niyə? Yok mu? Yaxşı, töküm. 1 stakan un. 1 dolu stakan. Nasıl bunu elə eləmirlər? Sən peşib dökərsin. Bana şöyle oldu. Aha, vanil budur. Və vanili ələ. Ala. Balığı da. Nədən qarışdıraq? Burasından karıştır. Yok. Topazlanmadı. Köpürdü. Çok yapamazsın. Ne? Mən özümə 7 bala dedim. 7 balanın 7 balası var yəni. Sonra bunu pişirək. Qarışdırırıq. Yəni kıvam alana qədər. Yavaş-yavaş qarışdırırıq. Bak otur. Ha dostlar, belə bir kıvam olmalıdır. Sonra altını söndürürük. Biraz daha qarışdırırıq. Daha özünü çevir qoyuruq. Biraz vanili mən başdan eklədim. Yəni siz sonradan da ekləyə bilərsiniz. Qəşəng iyi gəldi bu arada. İndi biz yağ gətir. Orada xaldinikdə yağ var idi, onu gətir zəhmət olmasa. Baxın, belə. Ben koyuyorum. Çox nə duru, nə də sulu. Bir qaşıq yağ idi. Onu göstərmədən lop deyə atan ilk şəxs. Aha, bunu qarışdıraq. Aha dostlar, yağ biraz ərisin. Sonra onu biz oraya tökəcəyik. 5-10 dəqiqə gözləyəcəyik. Soğuyandan sonra şey edəcəyik, mikserlə çırpacağız. Amma onu elə çırpın ki, daha akışkan kıvamı olsun. Yəni bizdə akışkan deyil. Aha dostlar, tökdük. Biraz mən bunu indi belə çırpacağım. Bunu biraz belə. Aha, orada soğuyana kadar bize keçək şokolatın sosuna. İlk 1 stakan süt. Sonra kakao. Yani 1 stakan da öyle. Bunun içinde süt əlavə bir stakan var idi. 1 stakan yarım deyək. Sonra yumurta sarısı. Yok, gözlə, kakao. Kakao nakıdaydı. Yok, kakao. Karıştırın. Biraz da zahmet olmasa kanalıma abone olun. Ben size burada tarifler veririm. Siz baxırsınız ama kanala abone olmuşsunuz. Al sen onu orada pişir. Çekil sen. Çekil. Sen onu karıştır, yavaş ben de bunu kabuğunu. Allah. Dostlar, şimdi söndürək. Mən də bunu çırpım, Əsmər də onu orada pişirir. Topaç. Asla. Dök. Hamısını töküyorum. Yavaş dök. Sonra onu biraz xaldinikdə gözlədəndən sonra bunun Kaşık çatıda diyor. tiramisu'nun əsas şeyini tökəcəyik. Tökün.
Çok çıxdı. İndi üstüne süs olaraq konfet rəndələyirəm. Bacım bir də ki, yarısına banan olsun. Banan olacaq. Konfetlə də daxil olur. Dostlar, bunu xaldinikdən çıxartdıq. Hoş girmişdim. Üzərinə şokoladımızı əlavə edək. Al. Ehtiyatca. Ağız sərkətini şokoladını. Çox güzel oldu. Şokolatı bizdə biraz çox oldu. Siz də istədiyinizi ya ağ ya da şokolat istəyirsiniz, sansı istəyirsiniz, çox edə bilərsiniz. Bəli. Diğeri sil. Bunu xaldinika qoyacağız. Sonra bunu 3 yerə böləcəz. Kakaolu, bananlı və şokoladlı eləyəcəz. Ən çox biz şokoladlı kakaolu. Kabul et. Hazırdır süsləmək üçün. Baxın. Hazırdır. Bunu 3 yerə bölək. Biz qoyaq da yəni. Görünür. Görünür. Neynəyik? Bir hissəsinə belə tökək, bir hissəsinə, bir hissəsinə. Birinci mən bananını sürəm. Belə bunu çıxar. Orada mən tarif şokolat mı çox olur? Sen burasına tök, ortasına kakao tükür. Ay. Aha dostlar, tiramisumuz hazır oldu. 5-6 saat sonra. Hazır 8'e tadına bakalım. Tamam. Tamam. Şaka mı? Allah çok güzel oldu. Süper. Ben tarifimle deneyeyim. Like atıp kanalıma abone olmayı unutmayın. Rəylərdə yazın necə oldu və necə dadladı. Öptüm.